Kəbir Azəri meyxana sənətində təkcə sözü ilə yox, həm də görkəmi ilə seçilirdi. O, meyxananın zövqlə, səliqə ilə təqdimini bacaran nadir sənətkarlardan idi. Geyimi həmişə yerində, görünüşü yaraşıqlı, səhnəyə çıxanda tamaşaçının diqqəti dərhal ona yönəlirdi. Səsi təkcə qulağa yox, qəlbə toxunurdu. Sözləri səliqəli, ifadəsi nəzakətli, meyxanası isə hər zaman düşündürücü və dəyərli idi. O və onun sənət yoldaşları səhnəyə çıxanda zaldakı alqışlar təkcə səs deyildi, hörmətin sədası idi. Kəbir Azəri meyxananı ucaldanlardan biri idi. Onun sənətə verdiyi tərz meyxananın ləyaqətli tərəfini təmsil edirdi. Kəbir Azəri ilə çox yerlərdə, çox məclislərdə olmuşuq. O vaxtları Əhmədli Nizami Vladivostokda idik. Gelmişdi orada, bir neçə müddət qaldı orada. Oradan toy tutmuşuq biz. Cəllabanın Qarlayar kəndində getmişik. Rəhmətli mən olmuşam orada. Rəhmətli bayram olub, bir Kəbir Azəri üçümüz olmuşuq. Meyxanmışıq orada. Sonra Astarada, sonra Cami Üstədin Gəncədə konsert vermişik. O Gəncədə 3 gün konsert verdik, anşılarla keçdi o konsert. Orada qafiyə atılmışdı ki, yavaş-yavaş bala-bala axırda, indi sərbəst qafiyədə özə. Mən orada bir söz atdı Kəbir ki, atmaza ta, ki, hindi xoda düşürəmdə, yanında belə bir sözlə dedim mənə. Yəni ki, hindi xoda düşür də bu, mən üçündür. Mən dedim ona ki, bunların əlindən alovdayam, otdayam, fabrikdə, zavoddayam. Sənə bilmirəm, mən həmişə xoddayam, yavaş-yavaş, bala-bala axırda. Sonra başqa bir qafiyələr çox olub orada, yəni yadıma düşənlər deyiləm. Sonra orada bir qafiyə atılmış ki, biri sənə sağlı gəldi, biri mənə sağlı gəldi. Bunu əvvəl bir şükür meyxana kimi dedi, sonra rübai kimi, fırlatdı rübai kimi elədi. Onu da rəhmətli Kəbir elədi, rübai kimi. Oradan şabaş atırlar da səhnədə, pul atırlar başımıza. Mən dedim ki, bura atılan pulların biri sənə sağlı gəldi, biri mənə sağlı gəldi. Onun fərqliliyi onda idi ki, hücum eləməzdi. Məsələn, məndə aqresiya var, görürsən ki, rəqibə hücum edirəm. O həmişə şirin-şirin, maraqlı, gözəl sözlər deyər. Balaca sataşırdı ona, elə kulturlu cavab verirdi ki, adam özü utanırdı, ona nəsə desin. Çox gözəl meyxana deyirdi, qəşəng sesi vardı. Biz elə bilirdik ki, mən özümü deyirəm. Hələ meyxana deyən belə olmalıdır da, köynək belə, saç belə, hərəkət belə. Görəndə Kəbiri, bu qalustukla zaddan belə bir təhər baxırdıq. Sonra gördük, yox, hələ akasiya, Kəbir düz yoldadır, belə olmaq lazımdır. Kəbir Azərini lap uşaqlıqdan mən tanıyırdım. Uşaqlıqdan da bunun özündə, yəni sözü oynatmaq, sözlə güləşmək, belə bir şeylər vardı bunda. Yəni ki, sözü neçə mənada işlətmək. Yəni hələ indi belə moda kimi alınıb söz. Məsəl üçün, iş sizlikdir. Sözləri dillərə hərdən televizorda. Yəni belə şey. Az onda o vaxt hələ Kəbir bu sözləri hamısını belə mənalarını axtarırdı, girirdi o mənaların içərisinə. Yəni bunları o deyə bilirdi. O sözləri ki, o deyə bilirdi, yəni onu hər adamın işi deyirdi ya. Yəni o sözlər elə mənada olurdu ki, mənanı onu cəmaata çatdırırdı ki, sonradan xəbər tuturlar, axıca bu neçə mənada işlənirmiş. Kəbir Azərinin qardaşı oğlu əmsi haqqında danışarkən sözləri boğazında düyünləndi. Səsi titrədi, gözləri doldu. O danışmırdı. Xatirələrin ağırlığını içindən çəkib çıxarırdı. Əmim mənim üçün sadəcə sənətkar deyildi. O, yol göstərən, ruh verən bir insandı, deyirdi. Hər cümləsi qəhərlə dolu. Hər pauzası sükutla danışırdı.
onun kimi ailə canlı, onun kimi dürüst bir insan görmədim, deyə titrəyən səslə əlavə edirdi. Əmisi ona yalnız sənəti deyil, insanlığı ilə də nümunə olmuşdu. O müsahibə sadəcə bir ailə üzvünün danışığı deyildi. Bu, bir itkinin, bir fədakar insanın, bir ürək izinin canlı təsdiqi idi. Həmin günü səhər-səhər o gedəndə mənə zəng vurdu. Mənim də onda 13 yaşım vardı, 97-ci ildə. Mənə zəng vurdu ki, bəs gəl görüm səni, mən gedim. Dedim, əmi sən ged gəl, mən evdə olacağım da həyətdə. Həmin gündə Kəbir Azərinin qızının ad günüdür, mənim əmimin qızının ad günüdür. Onlar harası iş dalcan gedirdi. Dedi, gəl görüm səni, gedim. Dedim, sən ged gəl, mən evdə olacağım o vaxtı. Dedi, yox, 3-4 dəfə mənə zəng vurdu. Axırı durdum, mən getdim. Gedəndə gördüm, bunlar 06-nı çıxardılar həyətdən, gedirlər. Mən də gizləndim tində, görüm nə olacaq söhbət. Gördüm, əmim yoldaşına qayıtdı, dedi ki, Əjdər gəlmədi, Əjdər görüb rahat gedərdim. Əmim yoldaşı da dedi ki, sən ged gəl, Əjdər onsuz da buradadır. Mən həqiqətən də məktəbə gedib gəlirdim dərsə, ondan sonra gedirdim əmim gəldi, əmimə kömək eləyirdim, oturduq, söhbət eləyirdik. Hərdən otururlar, dostları da həyətdə çörək yeyirdilər, meyxana deyirdilər. Onlar da meyxana həmişə çıtma ilə deyirlər stolun üstündə. Sonra axırı əmim getdi. Əmim getdi, sonra isə mən qayıtdım evə. Kəbir bir sözü nətər adam idi, biz bağməzə adam idi. Pənəsi bahanlar deyək ki, istə adamdır, yəni çox bağməzə adam idi. Rəhmətli Nizami ilə həmişə zarafatlaşardı. Kəbir deyirdi ki, mən öləndən sonra, sən deyək, Nizami deyir, sən öləndən sonra meyxananın deyir, şahı mən olacaq. Nizami rəhmətli də deyirdi ona ki, heç elə şey yoxdur. Gedəndə işimizə bir yedik. Həqiqətən də eləncə oldu, yəni bunlar zarafat idi, gerçək oldu. Bir kişi vardı, qapıdan çağırdı məni, çıxdım. Dedi, aton evdə, dedim, yoxdur atam. Dedi, Kəbir sənin əmindir, dedim, hə, əmimdir. Dedi, Tosunu, dedim, hə, Bəhramın oğlusan, dedim, hə, Bəhramın oğlum. Dedi, bir dənə otur maşına, sənin sözün var. Oturdum maşına, dedi, əmimi, Bəhramı tez tapmaq lazımdır atovu. Əmingili qala yolunda avariya düşüblər, qəzaya düşüblər. Bunu deyirlər, o momentdə də atam dayısoğlu ilə yuxarıdan gəlirdi maşından. Sən demə, dayısoğlu oradan gələndə şəhərdən qala yolunda görüb, gəlib atamı götürüb tezdən qayıdıblar dala. Mən də uşaq idim, mənə qoymurdular yaxına gəlməyə. Ki, deyirlər, qorxarsan belə elə. Mən amma getdim, aşağı qapıdan girmişdim ora həyətə. Demək olar ki, bütün kənd sarsılmışdı, çox böyük təsir etmişdi. Naqafil, qəflətən bir xəbər oldu bu. Belə bir hadisə, qəza, təsəvvür edin ki, hamısının şok vəziyyətəsi. Böyük, kiçik, qadın, hamısı axışırdı dəfnə. Hətta sonra onun meclisləri 40-nəcən bütün rayonlardan qeyri sənət sahibləri, ruhanilər var, şairlər var, yazıçılar var idi, hər cür idmançılar. Hətta bizim o vaxt Buzovna kəndində bir futbol komandası var idi, Xəzri futbol komandası. Onun prezidenti Malik Ağasəlimoğlu var idi, xeyriyyətçi. Deməli, futbol qalib gələndə dünya üzrə onlar məşhur yerə çatmışdılar da. Komanda hər dəfə qalib gələndə şadlıq edirdilər. Futbolistlər yığılırdı, cəmaat, kənd cəmaatı. Gəlib Kəbir Azərini götürürdülər, orada meyxana deyirdi. Hər dəfə o qodunu istəyirdilər, o komanda, cəmaat. Sonra elə oldu ki, o hadisə ki düşdü, yəni ki, qəza ki oldu. Dəfində həmin o Malik Ağasəlimoğlu bütün futbol komandasını futbolist geyimində götürüb gəlmiş dəfnə. Cəmaat hamısı baxardı futbolist geyimində. O qədər onların belə məhəbbətləri var idi, hamısı baxırdı. Məktəbdə müəllimlər, sonra tələbələr, uşaqları, şagirdlərə götürürlər. Çünki Kəbir Azəri məktəblərə də, məktəblərdə olan şairlərin yubileylərində də dəvət olunurdu, mədəni meyxana deyirdi. Kəbir Azərinin vəfatı sadəcə bir sənətkarın itkisi deyildi. Bu, bir ailənin, bir dostluğun, bir həyatın içindən qopan böyük bir acı idi. O, qızının doğum günündə dünyasını dəyişdi. Bəzən tali sevinci kədərlə eyni günə yazır. Bu faciə bir övlad üçün 2 qat ağır idi.
Bir tərəfdə doğum, o biri tərəfdə atasızlıq. Bu təkcə bir itki deyildi. Bu sözün sükuta qərq olduğu, qəlblərin eyni anda ağlayıb susduğu bir gündü. Kəbir Azəri Allah rəhmət eləsin. Faciəli şəkildə həyatlarını dəyişdilər. Nizami Rəmzi ilə bir yerdə evladının şənlik günündə ən birinci mən eşitdim Nizami Rəmzi dünya